bir anaya karşı represiya değil mi? İki günahsız uşağa karşı represiya değil mi? Ayrı seçkilik değil mi? Bəs qanun, bəs konstitusiya deyir ki, nə dininə görə, nə irqinə görə, nə siyasi baxışına görə, nə peşə fəaliyyətinə görə fərq etməz. Heç bir uşaq ayrı seçkiliyə məruz qalmır. Hətta təhsil haqqında qanunda da var. Amma Əfqana görə, onun həbsinə görə, mən danışdığıma görə elə birinci Əfqan uşaqları hədəfdə oldu. Məhz mən danışdığıma görə, məhz mən tələb etdiyimə görə. İndi İlham Əliyev rejimi kişilikdən danışır, qanundan danışır, haqdan danışır, ədalətdən danışır, satqınçılıqdan danışır, ölkəni satıb digər ölkəyə getməkdən danışır. Mən ölkəmi sevirəm, mən dövlətimi sevirəm və mənim əlimdə elə bir resurs yoxdur, İlham Əliyev, mən ölkə satam. Mənim elə bir pozisiyam da yoxdur, mən sadə vətəndaşam. Sən sadə vətəndaşlara çamur atmaqla məşğulsan. Mən mühacir həyatı yaşayıram, qaçqın həyatı da, loru dildə deyirəm. Bir qaçqın necə yaşaya bilər, ay cəmaət? Qaçqın köçənlər yaxşı bilir. 90-cı ildə Qarabağdan, 87-ci ildə Qərbi Azərbaycandan köçənlər. Mənim anam Qərbi Azərbaycanlı da, atam Qarabağlı. Hər iki tərəfdən qaçqın düşmüşük və mən çox təəssüflər olsun ki, 93-də də eyni şeyi uşaq hafizəmdə qalıbdır. Eyni həyatı yaşamışam və bugün təkrarən eyni həyatı yaşayıram və mən Avropada lüks həyat yaşamıram. Bildiyiniz kimi mühacir, qaçqın, köçkün, sürgün, qaçqın nədir? Ən sonuncu duran nöqtə. Qaçqın kimdir? Ən aşağıda duran insan bir ölkənin qoltuğuna sığınır. Mən mühacir həyatı yaşayıram. Əliyevin DTX-ı, Əli Nağıyevi orada burada yazdırır ki, dövləti satanlar Avropaya qaçan. Avropaya uşağımı qorumaq üçün qaçmışam. Nə kefə qaçmamışam, nə şəxsi seçimim olmayıb. İndi kişisənsə, bu siyasi değilsə, kişisinizsə, kişi değilsinizsə, doğrudan da az da olsa damarınızda kişi qanı varsa, Əfqanla bağlı açdığınız bu cinayətçinə xitam verin. Bunun bir siyasi iğrənclik olduğunu göstərin. Mən də ölkəmə qayıtmasam kişi qızı deyiləm. Çünki bu mənim yox, sizin seçiminizdir. Siz məni ölkəmdən didərgin saldınız. Siz mənim uşaqlarımı represiya məruz qoydunuz. Siz məni Avropada qaçqın həyatı yaşadırsınız. Mənim ölkəm ola, mənim dövlətim ola. 21-ci əsrdə bütün dünyanın gözü Azərbaycandır. Nefti, qazı, qızılı, enerjisi olan, bütün varlığı olan, bütün varlıqlara sahib olan, ölkənin dilənçi, yoxsul, küçələrdə qalan, qoltuqlara sığınan qaçqınları yıxdan İlham Əliyev, sənin uğurlu siyasətin budur.